Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi tərəfindən realizə edilməsinin qarşısı alınıb. Bugün TV Baku.ws istinadən məlumat verib. Komitənin Əməliyyat İstintaq Baş İdarəsi və Bakı Şəhər Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində bir yük və bir mini nəqliyyat vasitəsindən Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda dəyəri 150 min manatdan yaxın olan 1 milyon 180 min ədəd Platinum 7 markalı siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Devindiz Lakifoğlu, Samir Əliyev, Bugün TV.